Nə mənası var? Peyğəmbərimiz yas saxlamayıbsa, kimsə gəlib yas saxlamaqla, sonradan dini əyməklə, cəhalətə uymaqla kimlə tapıb həyatda? Yas deyirsiniz, onda Həzrət Həmzəyə də yas saxlayaq, Həzrət Əliyə də yas saxlayaq, Həzrət Həsənə də yas saxlayaq, xəlifələrimizə də yas saxlayaq, hamısı suiqəst nəticəsində gedibdir. O yasa döndərsək, onda bütün İslam təqvimi yasdan başqa bir şey olmaz axı. Bir də ki, nə ağlamaq yaraşır, nə sinə döymək. Gedib qısasını alar da. Düzdürmü? Yaraşar mı millət ağlamaq? 30 il biz millət kimi zülüm çəkdik ermənidən. Ağladıq? Yox. Qeyrəti gəldi, oğullarımız getdi, qısasımızı aldı, torpaqlarımızı azad elədi. Kişiyə yaraşmayan ünsürlər də o Farsın yaratdığı, Fars ideologiyasının yaratdığı bu indiki şiəlik. Bu Həzrət Əlinin şiəsi deyil. Mən şiəyəm, amma Həzrət Əlinin şiəsiyəm. Farsın şiəsi deyiləm.